Qatar 2000 kilometr məsafəni 20 saat müddətinə getməlidir. Deməli, qatarın sürəti olacaq 2000 bölünsün 20, yəni 100. Saatda 100 kilometr sürətlə getməlidir. Məlum oldu ki, qatar yolun ilk 5-də 2 hissəsini 10 saata getmişdir. Yolun ilk 5-də 2 hissəsinə baxaq. 2000-in 5-də 2 hissəsini tapaq. Bu da 800 eləyir. Deməli, 800 kilometr yolu 10 saata gedibsə, 800-ü bölsək 10-a, alarıq 80 kilometr böl saat. Yəni saatda 80 ilə gedib, əslində 100 kilometrlə getməli idi. Saatda 80 kilometr gedib. Və qatar yolun qalan hissəsinin, yolun qalan hissəsi 2000-dən çıxaq 800-ü, 1200. Yolun qalan hissəsində hansı sürətlə getməlidir ki, mənzil başına vaxtında çatsın. Mənzil başına 20 saat müddətində çatmalıdır. 10 saatını artıq sərf eləyib. Deməli, yerdə qalan 10 saatı da 1200 kilometr yolu getməlidir. 1200-ü bölsək 10-a, alarıq 120. Deməli, saatda 120 kilometr sürətlə getməlidir ki, mənzil başına vaxtında çatsın.